Uşaq niyə pis yeyə bilər? Bu çox maraqlı bir sualdır və 2 dəqiqəyə bu mövzunu tam izah edə bilmərik. Ona görə də yalnız ən aydın məqamları deyəcəyəm. Həqiqətən də xəstəlik zamanı uşaqlarda elə bizdə olduğu kimi iştah azala bilər və bu tamamilə normaldır. Ona görə də gözləyirik ki, uşaq sağalsın və iştahası bərpa olunsun. Qətiyyən yeməyə məcbur etmirik və təkid etmirik. Daha yaxşısı, uşağa bol maye təklif edək. Amma başqa bir variant da var. Uşaq tədricən rasionunu bəraldır, adət etdiyi yeməklərdən imtina edir və yeni bir şeyi dadmaq istəmir. Əsasən belə hallar 2 yaşdan 6 yaşa qədər olan uşaqlarda baş verir. Bu hal neofobiya adlanır, yəni hər şeyin yenisindən qorxmaq. Bu qorxu kökləri ilə çox qədim dövrlərə gedib çıxır. O vaxtlar insanlar mağaralarda yaşayırdılar. Uşaqlar əvvəlcə əsasən analarının yanında olurdular. 2 yaşında isə artıq özləri hərəkət etməyə başlayırdılar və hansısa giləmeyvə və ya bitkini dadmaq ehtimalı yaranırdı. Və heç də həmişə bu giləmeyvə və ya bitkilərin zəhərsiz olması dəqiq deyildi. Ona görə də yaxşı özünü qoruma instinkti olan uşaq yeni bir şeyi dadmaqdan qorxurdu və həmişə yalnız əvvəldən gördüyü yeməkləri yeyirdi. Qısaca desək, məsələ budur. Sual, bəs nə etmək lazımdır? Əsas odur ki, bu halı səbir və anlayışla qarşılayasınız, amma çox vaxt etdiyimiz vacib səhvlərə yol verməyəsiniz. Uşaq imtina etsə də yeni yeməkləri və məhsulları təklif etməyə davam etmək vacibdir. Əksər hallarda biz yalnız uşağın mütləq razılaşacağı yeməkləri təklif etməyə başlayırıq. Beləliklə, rasionunu özümüz daraldırıq. Həmçinin uşağı zorla yeməyə məcbur etməmək də vacibdir. Əgər uşaq süfrə arxasında təzyiq və sağlam olmayan bir atmosfer hiss edərsə, yemək prosesi özü stresə çevriləcək və artıq süfrə arxasında normal davranışdan söhbət belə gedə bilməz. Səbirli olun, süfrə arxasında dosyanı atmosferi qoruyun, müxtəlif yemək variantları təklif etməyə davam edin və yalnız uşağın sevdiyi yeməklərlə kifayətlənməyin. Məsuliyyətin bölüşdürülməsini unutmayın. Siz yeməyi alırsınız, bişirirsiniz və süfrəyə verirsiniz. Uşaq isə süfrədə olanlardan nəyi və nə qədər yemək istədiyinə özü qərar verir.